Salam, hər vaxtınız xeyir olsun. Bugün olan rubrikamızla qarşınızdayıq. Ümumiyyətlə, bir insanı tanımaq üçün onun nəyi necə ifadə etdiyini bilmək, onu tanımağımıza əsas verən əsas qaydalardandır. Çünki düzgün danışıq təkcə ünsiyyət vasitəsi deyil, həm də insanın dünya görüşünü, düşüncəsini ifadə edən əsas elementlərdən hesab olunur və biz də bugün sözün gücündən, onun enerjisindən danışacağıq və bu barədə bizə bəhs edəcək natiqlik üzrə mütəxəssis Vəfa xanım Əliyeva. İlk sualından başlamaq istəyirəm. Vəfa xanım, ümumiyyətlə gözəl danışma sənəti nədən başlayır? Təşəkkür edirəm gözəl sualınız üçün. Gözəl danışma sənətinin birinci və qızıl qaydası qarşı tərəfi dinləmə mədəniyyətindən başlayır. Dinləmək isə sadəcə susub onun sözünün bitməsini gözləmək deyil, qarşı tərəfin duyğularını, jestlərini, hətta sükutunu belə anlamaqdan keçir. Sözün müsbət yükündən danışmışkən biz hə və yox sözlərinə bir baxa bilərik. Misal üçün, hə çox sadədir, hər kəs deyə bilər. Lakin bəli mədəniyyətdir, bəlirləmək sözündən gəlir. Yəni, mən sizin dediyinizi təsdiqləyirəm deməkdir. Xeyr sözündə isə yoxu xeyirlə əvəz etmək məqsədə uyğundur. Yox sözü yoxluq kökündən gəldiyi üçün xeyir sözü qarşı tərəfə hətta imtina belə etmiş olsaq, biz ona xeyir diləmiş oluruq. Biz gündəlik olaraq istifadə etdiyimiz çox sağ olun, minnətdaram, təşəkkür edirəm kimi sözləri bir-birindən fərqləri nələrdir? Yəni, bunları bir-birindən nə ayırır? Təşəkkür edirəm. Bir insan öz vəzifəsini, öz məsuliyyətini doğru yerinə yetirdikdə biz ona təşəkkür edirik. Bu həm də şükür deməkdir. Qarşı tərəfə təşəkkür edərkən həm də şükür etmiş oluruq. Çox sağ ol sözündə isə daha kübar olar ki, sağ ol deyək. Yəni, biz sağlamlıq da arzu etmiş oluruq. Hər yerdə, hər zaman keçərlidir. Minnətdaram isə bir insan öz məsuliyyətindən kənar, yəni vəzifəsi olmadığı halda bizə bir xidmət göstərmiş, yaxşılıq etmiş olarsa, biz ona minnətdar oluruq. Övladlarımıza kiçik yaşlarından akademik Azərbaycan dilini aşılamaqla biz onları müsbət yüklü düşüncələrə, həm də gözəl danışmaya sövq etmiş olarıq. Gözəl danışma sənəti həm də gözəl yaşama sənətidir. Bugün olan rubrikamızın da sonuna gəlib çatdıq. Çalışdıq ki, düzgün danışıq sənəti, gözəl danışma sənəti əslində necə olmalıdır və bizim üçün nə qədər önəmlidir bu haqda danışaq və bu barədə bizə bəhs etdi natiqlik üzrə mütəxəssis Vəfa xanım Əliyeva. Ona təşəkkürümüzü bildiririk və çalışacağıq ki, növbəti efirlərdə də etiket qaydalarından maraqlı, hər kəsin bilmədiyi qaydalardan danışaq. Növbəti efirlərdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.